Deməli salam, bugün sizə orxideyalarıma necə keyki mərcunu istifadə edirəm onu göstərəcəm. Öncədən bildirim ki, keyki mərcunu orxideyalardan bala almaq üçün və yaxud da budaq almaq üçün istifadə olunur. Bildiyiniz kimi orxideyalar kökdən deyil, budaqlarından bala verməyə başlayırlar və siz də bu keyki mərcununu istifadə edib daha tez nəticə ala bilərsiniz. Yəni tez dediyim 6 ayda ola bilər, 1 həftə, 1 ay, 1 həftə yox, 1 ay 6 ay aralığında baş verə bilər. Bizə bir diş çöpü lazımdır və keyki mərcunu. Bunu mən çox ucuza Trendyoldan almışam, 4 ədəd almışam. Birini başqa mağazadan, üçünü də eyni mağazadan. Xeyrini görmüşəmmi? Hələ ki düşünmürəm, çünki yanlış vaxtda vurmuşdum. Deməli necə vurursunuz? Birinci olaraq onu deyim ki, ilk olaraq onu deyim ki, siz gül açmış orxideyalara vurmamalısınız. Çünki orxideya bütün kökləri, yəni onun güllərinə xidmət edir gül açdığı zaman. Bütün mineralları güllərinə görə yığır, amma yəni xərcləyir. Amma artıq gülləri tökülübsə, məsələn belə bir orxideyadırsa, mən kəsmişəm, güllər töküldü, mən də kəsdim baş hissəsini, çünki quruyurdu. Onu istifadə edə bilərsiniz. Deməli, bunu hara eləyirsiniz? Birinci, buğumlarda olan belə ağır yarpaqları var. Yəni buğumların üstünü örtən belə bir dəri qatı var. Onu birinci soyursunuz, sonra keyki mərcununu istifadə eləyirsiniz. Mən bunu istifadə eləmişəm, amma sizə göstərmək məqsədi ilə yenə də istifadə eləyirəm. Bu buğumlardır. Yəni keyki mərcununu ya da ki budaq ya da ki bala ancaq buğumlardan gələ bilər. Yəni başqa yerdən gələ bilməz. Ona görə də buğumlara biz bunu istifadə eləyirik. Belə.